Hər kəs salamlar. Mən Turazov. Kanalıma xoş gəlmisiniz. Bu günlər mən sizə dünyada populyar olan 5 oyunu göstərəcəm. Videoya keçməmişdən öncə xahiş edirəm videoya like atmağı, kanalımıza da abunə olmağı unutmayın. Və sıralamamızın 5-ci yerində Free Fire və PUBG Mobile vardır. Bu oyunların hər ikisi də aylıq demək olar ki, təxminən 100 milyondan çox oyuncusunu özünə cəzb edir. Yəni oyunda 100 nəfərin bir adaya düşməsi və oyunun sonuna kimi yalnız bir nəfərin həyatda qalması ilə bitir. Və sıralamamızın 4-cü yerində League of Legends var. Bu oyun 2009-cu ildən yaranmağına baxmayaraq, günümüzə kimi hələ də populyarlığını itirməmişdir. Bu oyun həmçinin hər ay 110-120 milyon oyuncusunu özünə cəzb edir. Sıralamamızın 3-cü yerində bir oyun olmaqdan çıxıb, dünyada populyar mədəniyyət hadisəsinə çevrilən Fortnite gəlir. Epic Games'in düzənlədiyi bu oyun müxtəlif hər mövzusundan yeniliklər, Marvel'dən tutmuş anime personajlarına qədər bir çox yerlərə də əməkdaşlıq etmişdir. Bu qədər populyar olmasına baxmayaraq, demək olar ki, hər gün milyonlarla oyuncusunu özünə cəzb edir. Və sıralamamızın 2-ci yerində olan, dünyada ən çox satılan video oyunlarından biri olan Minecraft'dır. Minecraft həmçinin uşaqların deyil, böyüklərin də yaradıcılıq mərkəzidir. Və demək olar ki, hər gün, hər ay 200 milyondan çox oyuncusunu özünə cəzb edir. Və gəldiyi birinci yerə. Sıralamamızın birinci yerində dünyada ən populyar oyun olan Roblox'dur. Roblox bir oyun deyil, bir çox milyonlar, hətta milyarlarca oyunun yer aldığı nəhəng bir platforma. Və Roblox demək olar ki, hər ay təxminən 380 milyondan çox oyuncusunu özünə cəzb edir. Dostlar, videomuz bura kimi idi. Belə tip videoların gəlmək üçün kanala abunə olmağı, videomuzu da bəyənməyi unutmayın. Əgər bu videoya 20 like gəlsə, gələn video gələcək. Sağ olun, gələn videolar.